Qəbzlik nədən yaranır? Hansı xəstəliyin simptomu ola bilər? Müayinə və müalicəsində nə kimi üsullardan istifadə edilir? HB Düvən Klinikasının gastroenteroloq hepatoloqu doktor Şahnaz Atayeva danışacaq. Ömür boyu dərman içən, artıq mən ehtiyac yoxdur, dərmana alışdım və həyat tərzinə deyən xəstələr var. Əslində doğru yönləndirildikdə belə qəbzlikdən əziyyət çəkən xəstələrin doğru müalicəsi mümkündür. Hər vaxtınız xeyir olsun əziz ARB TV izləyiciləri. Mən doktor Dilbər Rahim, Səhhətimiz verilişinin bugünkü buraxılışında hər birinizi salamlayıram. Verilişimizə Ege Hospital Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Əziz tamaşaçılarımız, ekrana yaxın əyləşin. Bugün gastroenteroloq bir qonağımız var. Onu sizlərə təqdim edeyim. Qonağımız HB Düvən Klinikasının həkim gastroenteroloqu Şahnaz Atayevadır. Sizlər də mənə elə gəlir, tanıyırsınız bu doktorumuzu. Necəsiz doktor? Sağ olun, siz necəsiz? Biraz naxoşdamısınız sanki. Amma eybi yox. Mənə elə gəlir, gözəl bir verilişimiz keçəcək sizlə birgə. Bugün qəbizlikdən danışacağıq. Qəbizlik özü əslinə qalsa bir simptom olaraq qarşımıza çıxır digər xəstəliklərdə. Amma biraz onu açaq ki, qəbizlik tam olaraq nə zaman deyirik biz və nə zaman qarşımıza çıxır? Qəbizlik biz gastroenteroloqlara müraciət edən xəstəliklərdən ən çox rast gəlinənlərdəndir. Bura reflüksdür, qəbizlikdir, yəni xronik xəstəliklərə aiddir. Qəbizlik ishaldır, xronik ishallar həm xəstəni, həm həkimi yoran xəstəliklərdəndir. Qəbizlik nədir? Ümumiyyətlə həftədə 3 dəfədən az çıxmaq say olaraq qəbizlik sayılır. Eyni zamanda hər gün böyük bayıra çıxıb, amma böyük bayıra gedərkən çətinlik hiss eləmək, gücənmə, ağrının olması, barmaq dəstəyinin olması, sonra tam boşalmama hissinin olmasının özü də qəbizlik sayılır. Günlük çıxa bilər xəstə, ancaq çətinliklə çıxması sadaladığımız bu çətinliklə çıxma, tam boşalmamanın olmasının özü də qəbizlik sayılır. Bəzən xəstə gəlir ki, mən həftədə 3 dəfə çıxıram, amma rahat çıxır böyük bayıra. Bu xəstələr qəbiz sayılmır. Həftədə 3 dəfə çıxma, normal, rahat çıxırsa, bu xəstələr qəbiz deyil. Yəni qəbizlik tanımının qoyulması üçün, diaqnozun qoyulması üçün bu iki kriterlərin olması önəmlidir. Aydındır doktor. Bəs ümumiyyətlə bu qəbizliyi yaradan amillər nələrdir? Belə deyək. Qəbizliyi yaradan amillər əsas həyat tərzi, düzgün qidalanmaq, düzgün olmayan həyat tərzidir. İlkin olaraq odur. Ümumiyyətlə müalicəsində də hər zaman vurğuladığımız kimi ilkin olaraq xəstənin qidalanmasını düzənləyirik, həyat tərzini, aktiv həyat tərzinə keçiririk. Nədir? Lifli qidalardan az bəslənmə, az meyvə tərəvəzdən istifadə eləmək, hərəkətsiz həyat tərzi. Sonra daha çox uşaqlarda görülür bu, amma işləyən insanlarda da məsələn böyük bayıra istəyin gəlməsi və bu tutmaq, yəni sonra gedərəm saxlamaq, böyük istəyi saxlamaq zamanla bu təkrarlandıqca özü də qəbizliyə gətirib çıxara bilir. Yetəri qədər su içməmək, yəni qəbizliyə səbəb ola bilir. Bəzi xronik xəstəliklərdə içilən bəzi dərman preparatları, xronik dərman preparatları qəbizlik yarada bilir. Bəzi xəstəliklərdə, nevroloji xəstəliklərdə, şəkərli diabetdə, hipotiroidizmdə zamanla bağırsaq hərəkətinin funksiyası pozulduğu üçün, hərəkəti azaldığı üçün qəbizlik yarada bilir. Sonra ümumiyyətlə qəbizlikdə bölürük. Bağırsaq hərəkətinin, motorikasının, sürətinin zəifləməsi ilə gedən qəbizliklər bu zaman dərman preparatı üstünlük təşkil edir. Xəstə bu dərman preparatlarından müalicə edən effekt görə bilir. Və digəri də pelvik daban xəstəliklərinə aid olan anorektal əzələlərin düzgün koordinasiyalı işləməməsinə bağlı olan qəbizliklərdir ki, yəni defekasiya aktını pozur belə desək, ona görə. Əzələlərin çıxışdakı anus əzələlərinin və düz bağırsaq əzələlərinin koordinasiyalı işləməməsi nəticəsində yaranan qəbizlikdir. Bu zaman xəstələr dərman preparatından effekt görməz. Artıq o zaman xəstənin
müayinə yöntəmləri də, müalicəsi də tamamilə fərqli yöndə olmalıdır. Çünki bu xəstələr dərmandan effekt görməz. Ümumiyyətlə qəbizliyin rektumun, düz bağırsağın işləməsi necə olmalıdır? Düşünün ki, diş pastası sıxırıq, açmasaq ağzını sıxdıq, açılmasa, yəni içindəki məcun çıxmaz. Bu, məsələn, dediyimiz kimi anorektal koordinasiya pozğunluğuna bağlı olan qəbizliklərdə də düz bağırsaq yığılır, qarın əzələləri yığılır, amma anus əzələsi açılmır ki, yəni dışqı çölə çıxsın. Bu qəbizliklərdə artıq müayinə yöntəmimiz də, müalicə üsulumuz da tamam fərqli olur. Aydın doktor. Bəs doktor, ümumiyyətlə bu şikayətlə gələn pasientlərdə müayinə yöntəmləri, diaqnostika yöntəmləri nədən ibarətdir? İlkin olaraq düzgün anamnez, bütün xəstəliklərdə olduğu kimi həyat tərzini, qidalanmasını normallaşdırmaq. Xəstənin yaşı 45-in üzərindədirsə, ailəsində bilinən bir mədə-bağırsaq xəstəliyi, onkoloji bir xəstəlik varsa, son nəticəsində qan, selik varsa, anemiyası varsa, son dövrlərdə defekasiya haqqında dəyişkənlik yaranıbsa, yəni alarm simptomlar varsa, bu xəstələrə kolonoskopiya təyin edirik. Yox, əgər alarm simptomu yoxdursa xəstənin, son dövrlərdə yaranmayıbsa bu qəbizlik, o zaman kolonoskopiya bizə, yəni qəbizlikdə çox bir şey fayda verməz. Yəni xüsusən gənc xəstələrdə bir fayda verməz. Və müalicəyə tabe olmayan qəbiz xəstələrində, xüsusən doktor, tualetdə otururam, saatlarla gücənirəm, əziyyət çəkirəm çıxmaqda, ilkin çıxışda problem var, sonra əslində nəcisim yumşaqdır, ilkin çıxdıqdan sonra rahat çölə çıxıram deyən xəstələrdə anorektal manometriya müayinəsindən istifadə etməliyik. Anorektal manometriya müayinəsi bayaq saydığım kimi pelvik taban əzələlərinin anusdakı və rektum əzələlərinin koordinasiya işləyib işləməməsini, sinir probleminin həssaslığının olub-olmamasını, hiposensitivitə və yaxud hipersensitivitə var yoxsa yox onu müəyyənləşdirir. Anorektal manometriya müayinəsi 15-20 dəqiqəlik bir müayinədir. Xəstənin xüsusi hazırlığına ehtiyac yoxdur. Sadəcə ac gəlir və bir gün öncəsində bağırsaq, həmin gün bağırsaq, düz bağırsağın təmiz olması önəmlidir. Çünki nəcis dəydikdə cihazı sensorlarına yanlış nəticə verə bilir. Sedasiyasız həyata keçirilən müayinədir. Biz orada xəstəyə xüsusi göstərişlər veririk. Məsələn, balonla doldururuq, xəstəyə nazik bir kateterlə balon yeridilir rektumuna. Balon şişirdilir. Bu zaman xəstənin hissiyatı, ilk hiss eləməsi, tualetə çıxma hissinin olması kimi, yəni bizə bildirişlər verir. O bildirişlərə əsasən xəstənin əzələlərində problem varmı, anorektal əzələlərdə problem varmı, dissinerjik defekasiya dediyimiz tip qəbizlik növünün olub-olmadığını müəyyənləşdiririk. Artıq bu dissinerjik defekasiya pozğunluğu varsa, o zaman xəstənin belə deyək, fizioterapiya hərəkətləri vasitəsilə fizioterapiya müalicəsi gedir. Artıq burada dərman müalicəsindən çox fizioterapiya müalicəsi önəmlidir və bu zaman xəstənin o itirilmiş koordinasiya pozğunluğunun bərpa eləməyə çalışırıq. Əsas yəni o koordinasiyanın bərpasıdır. Bərpa eləmək. Dediyimiz kimi rektum sıxılır, qarındaxili əzələlər sıxılır, amma anus əzələləri açılmır. Ona görə xəstə saatlarla tualetə gücənir. İlk çıxışdakı, bəzən bu xəstələr daha çox barmaq dəstəyi ilə də böyük bayıra çıxırlar. Yəni barmaq dəstəyi elədikdən sonra ilk çıxışdan sonra rahatlama olur bu xəstələrdə. Aydındır doktor. Müayinəsini etdik pasiyentin, qəbizlik şikayətinə gələn pasiyentin, daha sonra isə müalicəsinə başlanılmalıdır əlbəttə ki. Həm soruşmaq istərdim, instrumental bir müalicə varmı? Əlavə olaraq da medikament müalicə hansı, belə deyək, normalda bildiyimiz kimi bizdə bir kursla müalicədən gedir hər zaman. Buradakı o müalicə proseduru nədən ibarətdir? Müalicəmizin 50% hər zaman həyat tərzidir. Bunu bildiririk. İlk başda dediyimiz kimi. Sonrasında xəstələrə laksativlər təyin olunur. Bağırsaq hərəkətinin peristaltikasına, pozulmasına bağlısa artıran dərmanlar təyin olunur. Xəstələr demək illərlə bilinən səna çayları, bitki tərkibli çaylar,
aclıq otu kimi dərmanlardan, bitki tərkibli dərmanlardan istifadə edirlər. Demək istəyirəm ki, bu dərmanlar ilk dövrlərdə çox yaxşı xəstəyə təsir eləsə də, xəstənin üzü gülür. Amma bir müddətdən sonra həm bağırsaqların tonikasını pozur, daha da atonik eləyir və ciddi qaraciyər zədələnməsinə gətirib çıxara bilir. Aclıq otundan ciddi toksik hepatit, böyrək çatışmazlığına qədər gedən xəstələr olur. Hər bir dərman bitkidən hazırlansa belə dozalanma ilə hazırlandığı üçün və müəyyən doza ilə qəbul olunduğu üçün o toksik təsir aradan qalxır. Amma xəstələrin istifadə etdiyi bu çaylar, dəmləmə çayları, bitki tərkibli dərmanların dozalanması düzgün olmadığı üçün toksik təsiri daha yüksəkdir. Bu dərmanlardan, bitkilərdən istifadə eləməməklərini, vaxtında müayinəyə gəlməkləri tövsiyə olunur. Dediyim kimi, müalicəyə cavab verməyən xəstələr var ki, o xəstələrdə heç bizim təyin elədiyimiz dərmanlar belə effektsiz olur. Çünki dərmanda deyil problem, çıxışdadır problem. Artıq müalicə üsulumuz tamam fərqli olmalıdır burada. Aha. Aydındır doktor. Yəni belə deyim, peristaltikaya uyğun ayrı, belə deyək, çıxış problemləri ayrı, onsuz da digər hissədə tamamilə qidalanmadan asılı olan problemlər olur artıq. Bunları da artıq belə deyək, pasiyentə izah etdikdən sonra bunun bildiyim qədər medikament və belə deyək, cihazlarla, instrumental müalicə yöntəmləri var, üsulları var. Biraz da ondan danışaq istərdim. Anorektal manometriyada dissinerjik defekasiya diaqnozu qoyduqsa, bu xəstələrin müalicəsi biofeedback cihazı ilədir, biofeedback üsulu ilə aparılır. Biofeedback cihazı gördüyünüz kimi balaca bir cihazdır. Bunu xəstə ilk başlar biz yanımızda təyin eləyirik bu müalicə prosedurunu. Xəstə öyrəşsin, düzgün yerinə yetirsin deyə, yəni cihazın verdiyi göstərişləri. Sonrasında artıq evə veririk. Bunu hardasa 8 həftə ərzində, ən az 8 həftə ərzində evdə davam edir. Bu günlük bir neçə dəqiqəsini, xəstənin 15-20 dəqiqəsini aparan bir müalicə üsuludur və fizioterapiyadır. Necə olur? Prop xəstənin biofeedback ümumiyyətlə üsulu ilə həm nəcis qaçırma, həm qaz qaçırması olan şəxslərdə, həm də dissinerjik defekasiyada çox yaxşı nəticələr alırıq. Yəni prop yerləşdirir rektuma. Biz onu təyin eləyirik. Burada yəni proqram vasitəsilə xəstəyə necə olur? Sıxma və boşalma hərəkətlərinin təkrarlanması deyilir, göstərişi verilir. Fizioterapiyadır. Bəli, fizioterapiya. Bəli. Əzələlərə düşünün ki, stimulyasiya olunur. Əzələlər, o koordinasiyası pozulmuş əzələlər artıq normal çalışmağa başlayır zamanla. Kalibrə edilir. Bəli, sıxma və boşalma hərəkətlərinin təkrarlanması edilir. Bu nəcis qaçırmada ayrı, qəbizlikdə tamam ayrı proqramla həyata keçirilir və yüksək üzgüldürücü nəticələr alınır. Ən az 8 həftədə 70%-ə qədər xəstənin şikayətləri gerilədiyi müşahidə olunur. Çox rahat əslində müalicə üsuludur. Xüsusi bir, yəni hazırlıq, xüsusi bir xəstəxanada yatışa ehtiyacı yoxdur. İlk başlar dediyimiz kimi hərəkətlərin düzgün yerinə yetirilməsi üçün əzələləri düzgün işlədib, işlətmədiyini xəstənin o göstərişə düzgün riayət edib eləmədiyini bilməmiz üçün bizim yanımızda bir neçə dəfə bunu eləyir, təkrarlayır bizim nəzarətimiz altında. Sonrasında artıq cihazı xəstəyə veririk. Yəni üstündə daşımağa belə ehtiyac yoxdur. Evdə oturduqda, yəni evdə istirahət edədikdə, yəni taxılır cihaza, biz ayarladığımız moda gətirilir və sıxma və boşalma hərəkətlərini təkrarlayır. 70%-dən yüksək nəticə əldə olunur. Müalicəyə cavab verməyən qəbizliklərdə yaxşı nəticələr əldə edirik. Xüsusən gənc yaşlarda nəcis qaçırması olan, bunu yəni psixoloji, sosial problem sayıb həkimə müraciət eləməyən, utanan gənclərimiz var. Bu xəstələrdə də ilkin olaraq anorektal manometriya müayinəsində səbəb aşkarlanır. Səbəbdən sonra ishal qaçırmada belə, nəcis qaçırmada belə yüksək effekt aldırıq bu demək müalicə növü nəticəsində. Bir də demək istəyirəm ki, qəbizliyin ağırlaşmaları, babasil, gemoroy, sonra
anal çat kimi ağırlaşmaları var ki, onların yəni cərrahiyyəsindən sonra belə anorektal əzələlərdə zədələnmə müşahidə oluna bilir. Anorektal əzələlərin zədələnməsi nəticəsində qaz qaçırma, nəcis qaçırma şikayətləri görülə bilir. Yəni qəbizliyi döngü, o qısır döngüyə gətirməmək lazımdır. Çünki qəbizliyin ağırlaşması olaraq çatın əməliyyatdan sonra dediyimiz kimi qaz qaçırma, nəcis qaçırma şikayətləri ola bilər. Onun müalicəsi də, yəni biofeedback nəticəsində aparılır. Vaxtında müayinə və doğru müalicə çox önəmlidir. Doğru diaqnoz çox önəmlidir. Xəstələrin önəmli olan şikayətlərinə uyğun, rahat dinləyib, hansı müayinə növləri lazımdır, ona doğru yönləndirmək və ona uyğun müalicə illərlə, hətta ömür boyu dərman içən, artıq mən ehtiyac yoxdur, dərmana alışdım və həyat tərzinə deyən xəstələr var. Bir həftə, 10 gün ərzində böyük barəyə getməyən xəstələr var. Əslində doğru yönləndirildikdə belə qəbizlikdən əziyyət çəkən xəstələrin doğru müalicəsi mümkündür. Təşəkkür edirəm doktor ətraflı izahınıza görə. Təkrar xatırlatma eləyim ki, bizim bugünkü qonağımız HP Güvən Klinikasının həkim gastroenteroloqu Şahnaz Atayeva idi. Bilirəm, gələn verilişlərdə sizi burada görmə imkanımız olar, doktorum. Təşəkkür edirəm. Bir verilişin daha sonuna gəldik, əziz tamaşaçılar. Verilişə tək ARB TV ekranlarından yox, həm də sosial media hesablarından baxa bilərsiniz. Əlavə olaraq da o hesablarda bizi izləyə bilərsiniz əlbəttə. Və şərhlər bölməsində suallarınızı ünvanlaya bilərsiniz və biz də burada həkimlərimizlə birgə o sualları cavablandırarıq. Səhhətimiz sağlam gələcəyin təminatı, əziz dostlar. Gəlin səhhətimizi qoruyaq.